adi bir taxta parçası düz 45 milyon dollara satıla bilər? Bəli, dünyanın ən bahalı Ferrarisindən belə baha. Söhbət məşhur Stradivarius skripkalarından gedir. Yaxşı, bəs niyə bugün 100 manata ala biləcəyimiz bir alət hərracda milyonlara satılır? Axı içində nə qızıl var, nə də brilyant. Sadəcə ağac və sim. Bunun sirri 300 il əvvəlki iqlimdə gizlidir. O vaxt Avropada kiçik buz dövrü yaşanırdı. Havalar o qədər soyuq idi ki, ağaclar yavaş və sıx böyüyürdü. Ona görə də taxtası inanılmaz dərəcədə sərt alınırdı. Üstəlik, ustanın istifadə etdiyi o sirli lakın tərkibini bugün ən müasir texnologiyalar, hətta süni intellekt belə tapa bilmir. Ən qəribəsi isə odur ki, sən bu milyonluq aləti alıb seyfdə və ya muzeydə saxlaya bilməzsən. Onlar hər gün çalınmalıdır. Çünki o taxta titrəməsə, səs tezliklərini hiss etməsə, səsi sönür və adi bir oduna çevrilir. Yəni, o qədər pul verib sadəcə kənardan baxa bilməzsən, məcbur istifadə etməlisən. Gələn dəfə lüks və bahalı bir şey xəyal eləyəndə heç vaxt ağlına belə gəlməz ki,